Değerli yoldaşlar, xoş gördük hər birinizi. Mən Farzəman Maxmudzadə. Bugün kursumuzda keçirilən ümumi sınaq imtahanının izahını sizlər üçün çəkəcəm. Qeyd eləyək ki, sınaq MİQ üçün hazırlanmış bir sınaqdır. Və sınağın müəllifi Zaur müəllimdir. Sadəcə izahın mən çəkirəm. Gəlin başlayaq izaha. Hansı bənddəki sözlərin yeri dəyişdirilsə, yanlışlıq düzələr. Yəni yanlışlıq aradan qalxar. Baxaq. Gözlük sözü bu üstündə orfoqrafiya, bu üstündə orfoepiya var. Ona nəzər salmalıyıq. Gözlük sözü düz yazılıb. Bundan işimiz yoxdur. Qanatdan sözü qanadlan formasında yazılmalıdır. Yəni burada yazılışla tələffüzün yeri fərqlidir. Qısa metrajlı yazılış və tələffüz doğrudur. Silindir yazılışında i yoxdur. Bu i tələffüz olmalıdır. Ona görə bunlarda da deməli orfoqrafiyanın, orfoepiyanın yeri dəyişikdir. Tədqiq yazılış doğrudur. Tələffüz eyni zamanda doğrudur. Düzgün cavabımız 2-4 C variantı olacaq. Müəllimlər bir şey qeyd edim. Bura cavablar üzərində qeyd olunub. Bəzən mən görürəm ki, deməli kimsə şərh bölməsində bəzi yoldaşlar deyirlər ki, sınağın cavabları qeyd olunmasın. Yəni bu sınağı onsuz da biz özümüz hazırlamışıq. Bu sınağı biz tətbiqə cavabsız formasına yükləmişik. Sadəcə sınaq bu formada hazırlanıb. Bir də biz bunun cavab olan hissəsini pozmuruq. Yəni əlavə vaxt itkisidir. Yəni siz cavabsız olan hissəni əldə etmək istəyirsinizsə, onsuz da bu bizim kursun tətbiqində normal vəziyyətdə yayınlanır. Oradan baxıb yaza bilərsiniz. Hansı cümlədə həm cümlə üzvü, həm də xitab kimi düşünülə bilən ifadə var. Ata, onlardan xəbər varmı? Bu yalnız xitabdır. İlkin, sinif yoldaşım, sən də buradasan. Burada ilkin xitabdır. Onun əlavəsi var. Burada əsas, yəni belə deyək də, cümlə üzvü kimi düşünülə bilən söz yoxdur. Əli, qardaşım buraya gəl. Əli də burada xitabdır. Qardaşım onun əlavəsidir. Əziz qardaşım Əhməd, səninlə bugün neçədə görüşəcəyik? Burada Əhməd sözü yenə xitabdır. Əziz qardaşım Əhməd birlikdə xitabdır. Daha doğrusu Səfər, oraya toplaşanlar bu məsələni həll edə bilmədilər. Baxın, bunu Səfər bir dəfə xitab kimi düşünə bilərsiniz. Bir dəfə də nə etdilər? Həll edə bilmədilər. Kim? Səfər, bir də oraya toplaşanlar. Səfər və oraya toplaşanlar. Həmcins mübtəda kimi düşünə bilərsiniz. Ona görə cavab olacaq E variantı. Növbəti suala baxırıq. Əcdadlarımızın miras qoyduqlarını ləyaqətlə qorumaq bizim vətəndaşlıq borcumuzdur. Cümləsi ilə bağlı yanlış fikirlərimizdən soruşur. Gəlin cümləni təhlil edək. Bizim borcumuzdur. Vətəndaşlıq borcumuzdur. Xəbər nə? Əcdadlarımızın miras qoyduqlarını ləyaqətlə qorumaq. Aha. Mübtədası xəbəri söz birləşməsi ifadə olunub, doğrudur. Nəqli cümlədir. Baxırsınız ki, ismi xəbərli ifadə olunub, sonunda nöqtə qoyulub, onun üçün nəqli cümlədir. Müəyyən şəxs cümlədir, bəli, mübtədası var, ismi xəbərlidir, bəli. Tamamlıq feili birləşmələ ifadə olunmuşdur. Görürsünüz ki, tamamlıq yoxdur, ona görə cavab variantıdır. Cümlənin birində feil idi köməkçi sözü ilə işlənib. Göndərdi, bu birbaşa başlanğıc formaya artırılıb, zamandır. Sevindi, bu da birbaşa başlanğıc formaya artırılıb. Çatdı, başlanğıc formaya artırılıb. Gətirmişdi. Burada mış zaman olduğu üçün D köməkçi söz, yəni hissəcikdir. Cavab D variantıdır. Aparmaq sözünün kökü birbaşa başlanğıc formaya artırılıb deyə, bu da olacaq. Deməli, zaman şəkildisi. Hansı nümədə zərfliyin iki müxtəlif məna növü var? Baxın, zərflik deyir. Uşaqlar aşağıda Turqut baba ilə qarşılaşdılar. Burada bir dənə aşağıda yer zərfliyi var. Əmim babamın yeni əkdiyi ağaclara baxa-baxa sözünə davam etdi. Babamın yeni əkdiyi ağaclara baxa-baxa birlikdə zərfliyi olur. Ona görə burada da cəmi bir dənə zərflik var. Mən Qarabağ Universitetində təhsil almaq arzusundayam. Deməli, Qarabağ Universitetində təhsil almaq məsələləri tərkibidir. Almaq arzusu da, almağın arzusu ismi birləşməlidir. Bu birlikdə xəbər olur. Burada heç zərflik yoxdur. Nurani qoca ayağa qalxaraq gələnləri salamladı. Ayağa qalxaraq burada zərflikdir, başqa zərflik yoxdur. Qonaqlar bir neçə gün bundan əvvəl kəndə gəlmişlər. Bir neçə gün bundan əvvəl kəndə. Cavab olacaq E variantı. İlk sözü çıxardıqdan sonra hansı cümlələr yalnız baş üzvlərdən ibarət olmaz? Onların şirin vədləri aldadıcıdır. Onları çıxarsaz, nədir? Aldadıcıdır. Nə vədləri? Hansı vədləri? Şirin vədləri. Biri götürün. Uca boylu idmançının hərəkətləri heyrət doğurdu. Nə etdi heyrət doğurdu? Nə idmançının hərəkətləri? Uca boylu bura təyindir. Amma uca boylunu çıxarsaz, idmançının hərəkətləri mübtəda, heyrət doğurdu xəbər. İki işimizə yaramır.
Qaranlıq küçələr təhlükə mənbəyidir. Təhlükə mənbəyidir nə küçələr, necə küçə, qaranlıq küçə. Qaranlığı çıxarsanız mübtəda xəbərdən ibarət olur. Çarəsizliyin yeganə dərmanı ümiddir. Ümiddir nə çarəsizliyin dərmanı. Amma çarəsizliyin çıxarsaz yeganə dərmanı ümiddir. Burada dərmanı mübtəda olur, yeganə olur təyin. Ona görə bu işimizə yaradı. Cavabımız 1-4-dür. Bu iş hamımızın ürəyincədir. Deməli, hamımızın ürəyincədir nə iş, hansı iş, bu iş. Bu bura təyindir. Amma bu təyini çıxarsaz, bura yenə mübtəda xəbərdən ibarət olur. İş mübtəda, hamının ürəyincədir xəbər. Cədvəldəki uyğunluğu bizdən soruşur. Əks mənalı frazalar. Dilə dişə düşmək, məşhurlaşmaq mənasıdır. Belə ağızdan ağza gəzmək mənasıdır. A-bir nətənə bükmək, deyir onun A-bir nətənə bükəcəm. Yəni bunlar əks mənalı deyil. Deməli, gözə gəlmək, göz çıxartmaq, bunlar da təbii ki, əks mənalı deyil. Ayağı kəsilmək, gediş-gəliş kəsilmək mənasıdır. Su yoluna döndürmək, tez-tez getməkdir. Bu əks ola bilər. Yaxın mənalını soruşur. Can atmaq, ürəyə atlanmaq, bəli. Həvəslənmək mənasını verir. Cana gəlmək, bezmək mənası var. Boğaza yığılmağında bezmək mənası var. Yaxın mənalıdır. Tükü ürpəşmək, bu qorxmaq, belə ürpəşmək mənasındadır. Hədsiz qıcıqlanmaq, qorxmaq mənasını vermir. Ona görə bura cavabımız elə 3, 4, 5 olacaq. Növbəti sual. Fərqləndirilən sözləri nəzərə alaraq uyğunluğu müəyyənləşdirin. Elə bu vaxt uzaqdan bir avtobus görünür. Burada elə ədatdır. Oğru elə bağırdı. Burada da əvəzlikdir. Yəni burada ədatdır. Digərində isə əvəzlik. Baxaq. İşarə məqsədlə işləyən təbii ki, əvəzlik olacaq. Ona görə A-nı yazırıq 2-yə. Ədatdır, bunu yazırıq 1-ə. Danışan ifadə etdiyi fikrə münasibət bildirən modal sözdür. Heç bir də modal söz yoxdur deyə cəyən çıxırıq. Yalnız qrammatik mənası var ədatın. Yəni 1-ə yazırıq. Leksik mənası da var. İkincinin 1B-D, 2A-E, yəni D variantı. Əkin işləri vaxtında aparıldıqda bol məhsula ümid bağlayırıq. Cümləsinin sintaktik təhlillə bağlı yanlış. Nə edirik? Ümid bağlayırıq. Nəyə ümid bağlayırıq? Məhsula. Necə məhsula? Bol məhsula. Nə zaman? Əkin işləri vaxtında aparıldıqda. Yanlış soruşur. Baş üzvlər söz birləşməsi ifadə olunub. Ümid bağlamaq frazadır. Söz birləşməsi deyil. Burada da ümumiyyətlə baş üzvün digəri yoxdur. O görə bir yanlışdır. İkinci dərəcəli üzvlərin hamısına aid nümunə var. Əkin işləri vaxtında aparılıqda zərflik, bol təyin, məhsul tamlıq. 2 doğrudur. Mübtəda xəbər arası uzlaşma əlaqəsi var. Mübtəda yoxdur heç. 3 üzvü söz birləşməsi ifadə olunub. Əkin işləri vaxtında aparılıqda söz birləşməsidir. Digərləri söz birləşməsi deyil. 4-də yanlışdır. İkinci dərəcəli üzvlər eyni üzvlə əlaqələnməyib. Bəli, məsələn, bol təyin tamlıqla əlaqələnib. Tamlıq da xəbərlə əlaqələnib, zərflik də xəbərlə əlaqələnib. Belə deyək də, tamlıqla zərflik xəbərlə əlaqələnib, amma təyin xəbərlə yox, tamlıqla əlaqələnib. Ona görə 5-də doğrudur və düzgün cavabımız elə 1, 3, 4 olacaq. Hansı cümlələrdə güman şübhə bildirən ara söz işlənilib? Həqiqətən təsdiq bildirir. Burada bəlkə var, doğrusa təsdiq bildirir. Deməli, doğru təsdiq bildirdi, həqiqətən təsdiq bildirdi. Ola bilsin ehtimal. Bəlkə, ola bilsin ehtimal. Yəni 2, 4, 5. Cədvəl sən uyğun sloq bizdən soruşur. Gətirdim feilini 2 şəklində düşünülə bilər. Gətirtmək tını leksik düşünsək əmr şəklindədir. Dini zaman düşünsək xəbər şəklindədir. Bu doğrudur. Qaçırdı 2 zamanda düşünülə bilər. Ira leksik desək deməli şudur keçmiş zamandadır. Ira zaman desək indiki zamandadır. Atıldı. Əskər relatlı qayıdışdı. Daş atıldı məhsuldur. Qazanda nə zaman qazanda, bir də yer qazan adamda. Yer qazan adamda diqqətimi çəkən bəzi məqamlar oldu. Burada qazan feili sifətdir. Yerli halına işlənib. Bir də nə zaman yer qazanda. Ona görə təsrifləməyən 2 formada düşünülə bilər. Bu da doğrudur. Deyiləsi 2 şəkildə yox, yalnız feilin lazım şəklində düşünülə bilər. Ona görə cavab burada elə 5-dir. Nümunədəki sözlərlə bağlı yanlışlığı bizdən soruşur. Yalnız qrammatik mənası olan söz var. Bəli, məsələn, burada axını görə bilərsiniz, dadəni görə bilərsiniz. Tünd qara hərflərə verilmiş söz məlum növdədir. Bəli, qayıtmaq sözü məlum növdədir. Altına xətt çəkilmiş söz feilin xəbər şəklindədir. Yorulmasın, sın demişdik, əmr şəklindədir. Cavab C-dir. Deməli, əvvəlində üçbucaq işarəsi olan söz amonim deyil. Bəli, dəyirman sözü amonim deyil. Kursi ilə verilmiş söz adlı haldadır. Deməli,
Dünən həqiqəti, bugün tərs yoz. Dünənin həqiqəti, bəli, həqiqəti mənasibət olduğu üçün adlı xaldadır. Düzgün cavabımız C variantıdır. Mətnə əslində nəyi dəqiq müəyyən etmək mümkün deyil. Mən mətni oxumuşam, konkret olaraq izah edəcəm sizə. Günəş tutulması hadisəsinin il ərzində təxminən 2-3 dəfə olur, bunu bilirik. Günəş tutulmasının münasibəti deməli qədim insanların burada münasibəti var. Başa düşməyən insanlar onların müxtəlif mifik qüvvələrlə əlaqələndirirdilər. Amma növbəti günəş tutulması hansı tarixdə olacaq, biz bunu bilmirik. Onun üçün cavab C-dir. Müxtəlif dərəcədə görülməsinin səbəbi çünki günəş yerin müxtəlif ərazilərində müxtəlif cür görünür. Günəş tutulması zamanı ayın görünmə bucağı bu da var. Bəli, düzgün cavabımız olacaq elə C variantı. 2 hissəyə bölünməli olsa, ikinci abzasda bizdən soruşur, hansı sözdən başlayacaq. Diqqətlə oxumaq lazımdır. Eyni səs tərkibinə malik sözlərin və ya söz birləşmələrinin müxtəlif mənalarının qarşılaşdırılması kalambur adlanır. Sözlərdən belə istifadə dilin məişət və bədii üslubuna xasdır. Əslində kalambur şəxs adı olmuşdur. Burada artıq kalambur haqqında məlumat verəcək. Bu keçməli yeni abzasda. Ona görə düzgün cavabımız elə bura D variantıdır. Tünd qərarlara verilmiş cümlədəki fikrə uyğun gələn nümunə müəyyənləşdirin. Bura adlardan danışır. Sonra deyir ki, xalqımızın cismani gözəlliyi mənəvi gözəlliklə tamamlanmasını arzu edir. Yəni, qısacası demək istəyir ki, insanlar öz övladlarına yaxşı ad qoyurdular ki, onların taleyi də, özləri də adlar kimi gözəl olsun. İndi baxın, cavab D variantıdır. Niyə D variantıdır? Adı gözəl olan özü də gözəl olar. Çünki bunlar düşünürlər ki, gözəl ad qoyaq, gözəl olsun. Ad düşünənlər, qəlbinin gözəlliyidir, üzünə də çıxıbdır. Ümumən, əgər təkcə bu qara hərflə verilmiş cümləni bizə versəydi, A-nı müəyyən qədər seçə bilərdik. Amma mətnin məzmununa əsasən A-nı seçməli deyilik. Həm də A-nın başqa bir səhvi də var. Odur ki, xalqımızın cismani gözəlliyi mənəvi gözəlliklə tamamlanması. Amma burada deyir ki, qəlbinin gözəlliyi üzünə çıxıbdır. Belə çıxır ki, birinci mənəvidir, sonra cismani gəlir. Ona görə bütün hallarda A yanlışdır. Düzgün cavabımız olacaq D variantı. Digərləri onsuz da cavabı oxşamır. 16-cı suala baxırıq. Tünd qərarlara verilmiş cümlədəki kontekstə görə mənası uyğun olmayan sözü seçməliyik. Bir də onu nə ilə əvəzləşdirə bilərik, onu tapmalıyıq. Baxaq, buradan başlayaq. Almanların yaratdığı Azərbaycanlılardan ibarət legionda vuruşan Mehdi döyüşlərin birində Sovetlərlə ittifaq yox, burada müttəfiq olmalıydı. Partizanlara əsir düşür. Digərinə baxaq. Bu, Mixailonun son kəşfiyyat müharibəsi, son əməliyyat olacaq, müharibə olmayacaq, ona görə cavab C variantıdır. Mətnin məzmun xəttini nəzərə alaraq plan bəndlərinin düzgün ardıcıllığını müəyyənləşdirmək. Mən mətni oxumuşam, siz də deməli düzgün ardıcıllıqla oxusaz əgər, plan bəndi elə bil ki, məsələn tutaq ki, bu hissəyə bir ad veririk, bu hissəyə bir başlıq veririk. Həmin o başlıq plan bəndi sayılır. Deməli, İlk hissəyə nəzər salsaq, Azərbaycan şəxs adları sistemində qadın adlarının rəmzi mənası və türk estetikası 1-i yaza bilərik. Daha sonra digər hissəyə baxsaq, xalq yaradıcılığında və oyunlarda cismani və mənəvi gözəllik harmoniyası 4-ü yaza bilərik. Daha sonra kişi adlarının yaranma motivləri və xalqın xarakteri ilə bağlılığı. Bəli, burada görürsünüz, kişi adlarını danışacaq. 3-ü də yaza bilərsiniz. Həman səliqəli yazdıq. 1-i seçmişdik, 4-ü seçmişdik, 3-ü seçmişdik. Son olaraq da ad qoyma mədəniyyətinin inkişafı və gələcəyə olan ümid. Baxın, gələcək adlarını danışır. Ona görə 2-də yazsaq cavab olacaq elə variant. Səbəb nəticə əlaqələrindən doğru verildiyi bəndi müəyyənləşdirir. Yenə mən mətni oxumuşam, sadəcə izah eləməyə çalışacağam. İnsan yuxusuz qalması, nəticədə iş qabiliyyətinin azalması və sinir sistemində pozğunluğun yaranması biri götürə bilərsiniz. Beynin bizə nəyi soruşur? Təkrar baxaq. Doğrunu soruşurdu. Beynin bir qisminin fəaliyyətdən qalması, seçilən məkanda işıqların söndürülməsinin zəruri. Bu səbəb nəticə ola bilməz, yanlış verilib, əks verilib. Gün ərzində insanın çox yorulması, nəticədə istədiyi vaxt dərhal dərin yuxuya gedə bilməsi, xeyr, əksidir, gedə bilmir. Günəş işığının olmaması, nəticədə yuxunun İlk 2 saatda ən dərin həddə çatması, bu da doğru səbəb nəticə deyil. Yuxunun beynindən idarə edilməsi və nəticədə yuxusuzluq zamanı sinir sistemində pozğunluqların müşahidə olunması. Düzgün cavabımız 1-5 C variantı olacaq. Mətnlə bağlı hansı fikri dəqiq əks etdirmir? Hansı fikir həqiqəti əks etdirmir?
Baxaq. Azərbaycan ad qoyma mədəniyyəti sabit qalmamış, zamanla təkamül etmişdir. Bu doğrudur. Bunu mətndə görə bilərsiniz. Kişi adlarının formalaşmasında xalqın psixoloji, mənəvi xüsusiyyətləri öz əksini tapır. Bəli. Məğrurluq, nə bilim, igidlik və s. Bənövşə oyununda ifadə xalqın xarici və daxili gözəlliyinin vəhdətinə verdiyi dəyərini sübutur. Bəli, bunu bu hissədə görə bilərsiniz. Daha sonra Azərbaycan dilində gözəllik rəmzi daşıyan bütün adların yalnız qadınlara məxsusdur. Bu doğru olmayacaq. Azərbaycan ailələrinə gözəl səslənən, gözəllik anlayışları ilə əlaqədar olan şəxs adlarını dünyaya göz açmış övladlarına verməklə valideynlər, yəni övladları deyir, dəqiq bilmirik, kişi yoxsa qadın, daha doğrusu qız yoxsa oğlan uşağı və yaxud da burada kişi adlarının mənalarını danışır. Ona görə D yanlışdır, xüsusən də bu son hissəyə əsasən yanlışdır, çünki burada ümumi övladlardan danışır. Oğlan ya da qız deməyimiz doğru olmaz. Valideynlər övladlarına ad seçərkən deməli, adın insanın gələcək taleyinə və xarakterinə təsir edə biləcəyinə inanılır. Bu da 100% mətndə var. Mətin üslubuna uyğun olmayan ifadəni bizdən soruşur. Oxusaz görərsiniz ki, yuxu haqqında məlumat verir, publistik üslubdur. Burada mən konkret olaraq cavab olaraq sizə izah edəcəm. Üçüncü hissəni oxuyun. Bəzi insanlara bir neçə saatlıq yuxu kifayət etdiyi halda digərlərində ancaq 8 saatlıq yuxu tələbatı ödəyir. Yuxu müddəti bütün insanlarda eynidir. Normal sinir sisteminə malik insanlarda yuxu ilk 2 saatda ən dərin həddə çatır. Şirin yuxu insanı öz qoynuna alaraq əngillərə aparır, hər şeyi unutur. Bu artıq qoynuna almaq, yuxunun əngillərə aparması məcazlikdir və bu bədii üslubun inteqrasiyasıdır. Publistikdən bədiyə inteqrasiya ediblər. Ona görə düzgün cavabımız elə əsas hissə və bilirsiniz ki, mətnin son abzasda deməli nəticədir. Nəticə. İlk abzas deməli girişdir. Ortada qalanlar da əsasdır. Ona görə cavab B variantı olur. Bu qədər yoldaşlar, ümid edirəm ki, faydalı oldu sizlər üçün. Hər birinizə uğurlar.